Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in ve men tebi'ahum bi ihsan ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Əziz və dəyərli dinləyicilər, hörmətli müsəlmanlar, bu gün də Buluğul Məram kitabında olan növbəti hədislərin izahına sizlərlə bərabər davam edirik. Və bugün inşallah Sular fəslinin altında olan növbəti hədisin izahını verməyə çalışacaq. Və hədis İbn Ömər, Allah hər ikisindən razı olsun, onlardan rəvayət olunub. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, "Uhillət lənə meytətən və dəmən", bizə iki ölü və iki qan halal edildi. "Fəəmməl meytətən fəl-cəradu vəl-hut", iki ölü, balıq və çəyirtkə, "və əmməd dəmən fəttihal vəl-kəbid", və iki qan isə dalaq və qaraciyərdir. Əxrəcəhu Əhməd və İbn Məcə və fihi da'f. Əhməd və İbn Məcə hədisə rəvayət edir və İbn Həcər el-Əsqalani rahimehullah buyurur ki, hədisdə zəiflik vardır. Və hədisin izahı barəsində İbn Hüseym rahimehullah buyurur ki, Allah ona rəhmət etsin. Uhillət lənə meytətən, bizə iki ölü halal edildi kəlməsi bu hədisdə keçir və buyurur ki, Şeyx Allah ona rəhmət etsin, əgər bir yerdə keçərsə ki, sahabə desə ki, bizə halal edildi və yaxud da bizə əmr olundu və s. və axır, bunlar təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdir bunları edən. Təbii ki, Allahın izni ilə, Allahın icazəsi ilə, Allah tərəfindən Allah Resulü sallallahu aleyhi ve sellem bunları edib. Və amma Peyğəmbər sallallahu aleyhi ve sellem desə ki, halal edildi, əmr olundu, haram olundu, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem qeyd eləsə, təbii ki, bunları bizə halallaşdıran, haramlaşdıran və yaxud da əmr eləyən uca Allahdır. Hədisdə qeyd olunan bizə iki ölü heyvan və iki qan halal edildi sözünə gəldikdə isə, bu uca Allah subhanahu wa ta'alanın Maidə surəsi 3-cü ayəsindən bir istisnadır. Uca Allah buyurur, "Hurrimet aleykumul meytetu ve'd-demu", sizə ölü heyvan və qan haram edildi. Və məlumdur ki, ölü heyvan və qan murdardır, çünki onlar haramdır. Amma hədisdə qeyd olunan iki ölü heyvana gəldikdə isə bunlar balıq və çəyirtkədir. Balıq da, çəyirtkə məlumdur, balıq da dənizdəki bütün canlılar əhatə edir. Dənizdə olan bütün canlılar balıqdır və onların ölüsü halaldır. Yəni pulcuqlu, pulcuqsuz olsun, sümüklü olsun, sümüksüz olsun və yaxud da balığa bənzəməyən yəni bir şəkildə olsun, fərq etməz. Əgər madam ki, nə qədər ki, bu heyvan yəni dənizdə yaşayır, dəniz məhsuludur, onun ölüsü də halaldır. Yəni tutaq ki, misal insan dənizdədir, üzdüyü zaman suyun üzərinə yeni qalxmış, yəni hansı ki artıq həyatını artıq itirmiş, ölmüş bir balıq görsə, bu onun üçün halaldır. Onun yeyilməsi, onun qəbulu onun üçün tam olaraq halaldır və bunda heç bir şək, şübhə olmalı deyil. Bu bir məsələ və həmçinin də hədisdə qeyd olunan iki qan isə ki, bizə halal edildi. Qaraciyər məlumdur və bir də dalaqdır. Dalaq da mədəyə yapışmış və bəzi tərəflərdən qaraciyərə bənzəyən bir parçadır və bu da qan olmasına baxmayaraq halal sayılır. Və biz əvvəldə qeyd eləmişdik ki, müəllif dedi ki, İbn Həcər el-Əsqalani rahimehullah, hədisdə zəiflik vardır. Hüseym rahimehullah, Allah hamısı rəhmət eləsin, buyurur ki, bir çox alimlər, hədis alimləri hədisi İbn Ömərdən mövquf olaraq, yəni İbn Ömərin öz sözü kimi səhih hesab etmişdir. Lakin biz bununla bərabər deyirik ki, İbn Ömərin deməsi ki, hətta o desə də ki, bizə iki ölü və iki qan halal edildi, yəni bu
deməli İbn Hüseyn rahimehullah buyurur ki, bu mərfu hökmən adlandırılır. Yəni peyğəmbərə aid edilən hökmlərdəndir bu sözlər. Çünki yəni İbn Ömər radiyallahu anhuma, Allah hər ikisindən razı olsun, şəriət hökmü haqqında danışır və bunu heç vaxt öz fikrindən deyə bilməz. Və belə bir məsələdə istisada yer yoxdur. Belə hədis mərfu hökmən adlanır. Mərfu hökmən başqa bir yəni misalla izah verim. Hökmən mərfu olan, misal üçün Ənəs ibn Məlik deyir ki, Bilala əzanı cüt-cüt 2 dəfə oxumağı, iqaməni isə tək oxumağı əmr etdi və ya ona əmr olundu. Burada əmr etdi deyilir. Ənəs ibn Məlik deyir ki, əmr etdi və yaxud da əmr olundu. Amma kim əmr elədi deyilməyib. Və Ənəs radiyallahu anhu deməli burada kimin əmr elədiyini öz kəlamında qeyd etməmişdir. Lakin hamıya aydındır ki, əmr eləyən, necə ki biz əvvəldə qeyd eləmişdik, sahabə deyibsə, əmr eləyən Peyğəmbərdir sallallahu aleyhi və səlləm. Çünki şəriət hökmləri sahəsində əmr verən yalnız Rasulullah sallallahu aleyhi və səlləm ola bilər. Ona görə də əmr eləyənin adı çəkilməsə də, hamı bilir ki, bu əmrin sahibi Peyğəmbərdir sallallahu aleyhi və səlləm. Buna qeyd edilir ki, belə bir ləfzlər mərfu hökmən adlanır. Yəni Peyğəmbərin sallallahu aleyhi və səlləm adı çəkilməsə də hökm baxımından Peyğəmbərə aid edilir. Çünki başqasının belə bir əmr verməsi mümkün deyil. Əgər tutaq ki, misal olaraq deyirik, Ənəs radiyallahu anhu açıq aydın desəydi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Bilala əmr elədi ki, azanı cüd, iqaməni tək eləsin. Buna deyilir el-mərfu'us sarih. Yəni mərfu'us sarih, yəni sahabə açıq şəkildə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr elədi. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan elədi və s. və axır. Bu məsələ haqqında qeyd etmək istədiklərimiz hədisin faydalarından birinci fayda, Peyğəmbərin sallallahu aleyhi və səlləm heç bir şey Allahın izni olmadan halal və ya haram etmək səlahiyyəti yoxdur. Buna görə də Xeybər günü Peyğəmbər sallallahu aleyhi və səlləm soğan və ya sarımsaq yeyən şəxslərin məscidə yaxınlaşmasını qadağan edəndə insanlar dedilər ki, haram edildi, haram edildi, haram edildi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm cavab olaraq onlara deyir ki, Allahın halal etdiyini haram etmək mənə aid deyil. Yəni haram etmək mənə aid deyil, əksinə uca Allaha aiddir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bir şey halal və ya haram etdiyi zaman bilirik ki, Allah ona buna icazə vermişdir. Və həmsə bu demək deyil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir şey halal və ya haram etdikdə biz deyək ki, Allahın bunu haram etdiyinə dair dəlil hardadır? Bu barədə sual verək. Yəni, bu sualın verilməsinə ehtiyac yoxdur. Çünki Peyğəmbərin sallallahu aleyhi ve sellem sözü özü dəlil olaraq yetərlidir. Lakin bilmək lazımdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem heç bir şeyi Allahın izni olmadan halal və haram eləməmişdi. Yəni, həmçinin də Allah Resulü sallallahu aleyhi ve sellem soğan və sarımsaq haqqındakı hadisədə qeyd edir ki, Allahın halal etdiyini haram etmək mənə aid deyil. Lakin bu elə bir bitkidir ki, onun qoxusunu xoşlamıram. Yəni, bu onu göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem heç bir şeyi haram etmək səlahiyyətinə malik deyil. Və Quranın özündə də buna açıq aydın dəlil var. Uca Allah buyurur ki, وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْدَ الْأَقَاوِلِ. Əgər Peyğəmbər bəzi sözləri özündən uydurub bizə aid eləsəydi, لَأَخَدْنَا مِنْهُ بِالْيَمِينَ. Biz onun şiddətli dərəcədə onu yaxalayardıq. ثُمَّ لَقَتَعْنَا مِنْهُ الْوَتِينَ. Sonra onun şah damarına, əsas olan damarını kəsərdik. فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ. O zaman sizdən heç kəs buna mane ola bilməzdi.
Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah haqqında uydurma söz deməkdən məsumdur. Allah Resulü sallallahu aleyhi ve sellem Allah haqqında şəriət barəsində xəbər veribsə, hamısı Allah tərəfindəndir. Əgər Allah ona bir şeyi halal etmək və ya haram etməyə izin verməsəydi, o heç bir şey nə halal, nə də haram edərdi. İkinci fayda, Peyğəmbərin sallallahu aleyhi ve sellem tədris metodu. Peyğəmbərin sallallahu aleyhi ve sellem tədris üslubu xitablarında əvvəlcə ümumi məlumat verib, sonra isə təfsilata keçirdi, geniş izaha keçirdi. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem qeyd edədiyimiz hadisədə buyurur ki, 2 ölü heyvan və 2 qan bizə halal edildi. Və insanlar dərhal fikirləşərdilər ki, görəsən bunlar hansıdır? Yəni, təbii ki, bunun açıqlamasına ehtiyac var. Və insanlar bu barədə düşünəcəkdilər. Və ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem açıqlama verir. 2 ölü heyvan, balıq, çəyirtkə və həmçində 2 qan, qaraciyər və bir də dalaqdır. Ona görə də ümumi məlumat verib sonra təfsilat vermək İbn-i Seymin, Allah ona rəhmət edəsin, şeyx, böyük alim qeyd edir ki, şübhəsiz ki, bu bəlağətin ən yüksək üslublarındandır. Və növbəti fayda isə çəyirtkənin ölüsü halaldır. İnsan onu qovursa da və ya qaynar suya atsa da bu halaldır. Və buyurur ki, Şeyx Rahimullah, çünki bu insanın əməlinin nəticəsidir. Yaxşı, bəs əgər çəyirtkəni yerdə ölü tapsaq, halaldır yoxsa ki, yox. Buyurur ki, Rahimullah, Allah ona rəhmət eləsin, halaldır. Yalnız əgər onun zəhərli bir maddədən öldüyünü bilsək, məsələn, üzərinə zəhərli dərmanlar səpilmiş və ölmüşsə, o zaman deyirik ki, onu yeməyin. Çünki bu zərər gətirir. İslam dininin əsas qaydalarından da biri budur ki, lə darara və lə dirar. Nə zərər vurma, nə də zərər görmək olmaz. Əgər kimsə belə bir sual versə, yerdə yaşayan, yəni qurda yaşayan bir heyvanın ölüsünün halal olmasının hikmət nədir? Alimlər belə cavab veriblər ki, bunun hikməti, misal olaraq elə çəyirtkə deyək, onun qansız olmasıdır. Ölü heyvanın əsas murdarlığı isə onun bədəndə qanın toplanması səbəbindəndir. Buna görə də heyvan kəsilib qanı axıdılanda onun əti artıq halal olur. Çəyirtkənin isə qanı yoxdur. Bu səbəbdən onun ölüsü halal edilmişdir. Dördüncü fayda, Uca Allah buyurur ki, Uhillə ləkum saydul bəhri və ta'amuhu. Sizə dəniz ovu və onu yeməyi halal edildi. Bu ayənin ümumi hökmünə əsasən dənizdəki bütün heyvanlar istər insan şəklində, istər yırtıcı şəkildə, istər ilan şəklində, istərsə də it şəklində olsun, hamısı halaldır. Və İbn Abbasdan Allah hər ikisindən razı olsun rəvayət etdiyinə görə bu ayənin təfsirində deyilir ki, dəniz ovu, yəni saydul bəhr diri tutulan, amma taamuhu isə, yeməyi isə ölü halda ələ gətirilən heyvanlardır. Yəni, diri tutulan insan dənizdə ov edir və ov zamanı hər hansı bir balıq tutur və bunun halal olması heç bir şək şübhə yoxdur və həmçində insan əvvəldə qeyd edilir ki, dənizdə çimir və suyun üzərinə çıxmış bir balıq görür, hansı ki o balıq artıq həyatını itirib və bu da onun ölüsü də, hətta ölüsü də belə halal sayılır və insan onu rahatlıqla onu qəbul edib, onu yeyə bilər. Və həmçində burada alimlər bir şey qeyd edirlər ki, əgər taamuhu, dəniz yeməyindəki məqsəd oradakı yəni ağaclar olsaydı, orada misal üçün dənizin dibində yetişən hər hansı bir məhsullar olsaydı, bunu belə xüsusi olaraq qeyd eləməyə ehtiyac yoxdur. Çünki zaten yəni o məhsullar, ağacın meyvəsi quruda da halaldır, suda da halaldır.
Yəni təbii ki, onun insan səhhətinə, insan sağlamlığına bir ziyanı yoxdursa. Bu məsələnin bir tərəfi və digər tərəfi əsas məsələ, əsas toxunulması yer isə ondan ibarətdir ki, yəni taamuhu kəlməsinin işlədilməsi məhz burada elə dəniz heyvanlarına aiddir. Yəni dənizdə ölən heyvanlara aiddir. Aydındır? Yəni əgər orada meyvələr olsaydı, bitkilər olsaydı, deyilməsə ehtiyac olmazdı. Amma burada qeyd edilir ki, taamuhu, dəniz yeməyi, necə İbn Abbas, Allah hər ikisindən razı olsun, buyurur ki, orada yəni ölü olaraq tapılan heyvandır. Hansı ki, o nədir? Halaldır. Onun qəbul edilməsində şəriət ona icazə verib və insanın rahatlığına yeyə bilər. 5-ci fayda. Hətta qan axsa belə heyvanın kəsilməsi şərti ilə qaraciyər halaldır. Halbuki qandan ibarətdir. Əgər bir nəfər soruşsa ki, bəs heyvan kəsiləndən sonra ürəkdə qalan qan haqqında neyniyək? Məlumdur ki, heyvan kəsiləndən sonra ürəkdə qan laxdan alınır və insan ürəyə yardıqda orada qan tapır. Və bu nəcisdir yoxsa təmiz? Alimlər qeyd edirlər ki, o təmizdir və halal olur. Əgər desələr ki, bir insan soruşsa ki, yaxşı, bəs niyə görə ürək hədisdə qeyd olunmayıb? Qaraciyər, dalaq keçir. Alimlər qeyd edirlər ki, çünki ürəyin qanı gizlidir. Qaraciyər və dalaqdakı kimi açıq deyil. O, damarlardakı qan kimi gizlidir. Buna görə də bizim belə bir qaydamız var. Heyvan kəsiləndən sonra qalan bütün qan halaldır və təmizdir. Kəsilmiş heyvanın ətində, damarlarında və ürəyində qalan qan qazanın suyunu qırmızıya boyasa belə o ət təmiz və halal sayılır. Çünki heyvan kəsiləndən sonra onun bütün hissələri halal və təmiz olur. Və 6-cı, sonuncu fayda isə ölü heyvanların haram olması əsas hökmdür. Bunun dəlili isə hədisdir. Bizə 2 ölü heyvan halaldır. Yəni bunlardan başqa, ikisindən başqa bütün ölü heyvanlar haramdır. Və bu məfhumdan çıxarılır ki, yəni onlardan başqa hər şey bizə haram edilmişdir. Demək, qanın da haram olması əsas hökmdür və o nəcis sayılır. Belə, Uca Allah Subhanahu wa Ta'ala bizi eşitib yaxşı tabi olanlardan etsin. Uca Allah bizi onun dinində fəqih, onun dinini həqiqi şəkildə anlayan, başa düşən və bildiklərimizə əməl edən kəslərdən etsin. Subhanakallahumma hamdika, əşhədu an la ilaha illa ent, əstəğfiruka və etûbü ileyk.